Azərbaycan və Qazaxıstan arasında gənclərin gözəl, səmimi və təmənnasız dostluğundan söz açanda Sevinç Hüseynzadə və Şah Atacanovun dostluğu xüsusi diqqət çəkir. Bu əlaqə təkcə dostluq deyil, iki ölkənin gənclər arasında qurulan sağlam və səmimi münasibətlərin əksidir. Onların birgə iştirakı, xüsusilə kliplərdə və sosial media platformalarında nümayiş etdirdikləri uyğunluq və enerji izləyicilər tərəfindən müsbət qarşılanır. Sevinç Hüseynzadənin təbii səmimiyyəti və Şah Atacanovun dinamik təqdimatı layihələrə xüsusi rəng qatır. Ortaq fəaliyyətlərini daha da diqqətə çəkən edir. Bu münasibətdə Sevinç Hüseynzadə və Şah Atacanovu təbrik edir və gələcək layihələrində uğurlar arzulayırıq. Dostluğunuz əbədi, sənət yolunuz uğurlu olsun. Hər zaman zirvədə olun. Ben gelirim. Aha. Seninle sözün olsa buradayım da bilirsin. Neden var? Senden başka kimimiz geliyor? Burada kimlik var mı?